Gəldik növbəti maddəmiz xalqı təmsil eləmək hüququ. Deyir ki, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa. Birinci, xalq kimdir yoldaşlar? Xalq müəyyən, belə deyək də, eyni hüquq və vəzifələri, məsuliyyətləri daşıyan insanlardır. Həmin adət-ənənəsi eynidir, dəyərləri eynidir, eyni ortaq dili başa düşürlər. İndi deyir, xalqın seçdiyi səlahiyyətli nümayəndə. Bəs xalq deyirdik ki, hakimiyyətin yeganə mənbəyidir. Əgər yeganə mənbə bəs öz iradəsini necə qoyurdu ortalığa? O zaman bu qaydada qoymuş olurdu. Ya referendumdan, ya da seçdiyi səlahiyyətli nümayəndə. Bunlar kimdir? Səs verməklə yəni. Səs verir prezidenti, icra hakimiyyətini formalaşdırır. Səs verir deputatları, yəni mandatın, səlahiyyətin deputatlara ötürür yoldaşlar. Bir də kimdir? Bələdiyyə üzvlərinə səs verir. Düzdür, bələdiyyə siyasi deyil, dövlət hakimiyyətinin qolu deyil, ona görə siyasi adlanmır. Və adlandıq, indi gəldik prezidentlə, bir də Milli Məclisin deputatları da. Həmin o adamlar danışa bilər xalqın adından. Amma bələdiyyə üzvü tutaq ki, kimlərsə həmin ərazidə o ərazidən danışa bilər. Ümumi xalqın adından danışa bilməz. Heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq, xalqın adından müraciət hüququ yoxdur. Yəni biz o dediyimiz səlahiyyətli nümayəndələr ki var, ümumiyyətlə onlar danışa bilər xalqın adından. Hətta bəzən sosial şəbəkələrdə rast gəlirsinizsə, kimsə xaricə gedir, ya nəsə eləyir, deyir, mən bura xalqın adından danışıram. Tamamilə kökündən yanlış məsələdir. Heç kəs xalqın adından səlahiyyət verilmədiyi halda danışa bilməz.